da bir nəfər yazmışdı ki, Hacı Şahin yolda olur ya hansısa marketin yanında olur, yadımda deyil. Ona bir qaraçı ya dilənçi yaxınlaşır, ondan pul istəyir. O da hər hansısa bir məbləğ pul verir. O adam da deyir ki, az verdin də, buna etiraz eləyir. Hacı Şahin gedir maşına, sürücüdən borc pul alır, gətirir o adama verir və deyir ki, bundan artıq yoxdur da. Belə bir hal yaşanmışdı və yaxud da belə şeylər tez-tez olurdu. Bəli, belə hallar olurdu. Müraciət edənlər var idi. Xüsusən də cümə namazından çıxandan sonra hacıya yaxınlaşırdılar. Bəziləri ev kirayə haqqını istəyirdi, bəziləri dərman üçün pul istəyirdi, bəziləri təhsil haqqı üçün pul istəyirdi və hacının özündə əlbəttə ki, bu yox idi. Bu qədər insana çatdırsın, pul versin. Müəyyən məscidə yardım verən insanlar vardı ki, cümə namazı vaxtı sədəqə verirdilər, yardım verirdilər. İndi bir miqdar, məsələn 5 manat, 10 manat. İndi onlar yığılırdı, indi müəyyən qədər kimlərsə oradan kömək olunurdu.